Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Bugün də imtahan verəcək müəllimlərimizə dəstək məqsədi ilə kurikulum üzrə bir neçə sualın izahını verəcəm. Diqqətli olaq, zəhmət olmasa. Deməli, sualımız belədir. Benjamin Bloom idrak taksonomiyasının dəyərləndirmə mərhələsinə aid olan fikri müəyyənləşdirin. Nə soruşur? Deyir ki, idraki sahənin, yəni dərk etmənin dəyərləndirmə mərhələsinə aid olan fikirləri deyir müəyyənləşdir. Baxırıq. Ekologiyanın vəziyyətinə münasibət bildirin və fikrinizi əsaslandırın. Kimdən soruşur bunu? Məndən soruşur. Düzdürmü? Mənim fikrim, mənim münasibətimi soruşursa, deyir fikir bildir, fikrini əsaslandır. Bu dəyərləndirmədir, müəllimlər. Biri götürəcəksiniz. Mənim münasibətimi soruşursa, bu dəyərləndirmədən gedir söhbət. Mən dəyərləndirəcəm ekologiyanın vəziyyətini, düzdürmü? Mənim qiymətləndirməmi soruşursa, bu dəyərləndirmədir. 2-yə baxın. Əsərdə verilmiş parçanı oxuyun. Müəllif, bax bu müəllif, fikri daha dərin ifadə etmək üçün hansı simvollardan istifadə etmişdir? Burada mənim fikrimi soruşmur. Bu müəllifin fikrini soruşur. Müəllif deyir, fikri daha dərin ifadə etmək üçün hansı simvollardan istifadə etmişdirsə, onu soruşduğuna görə bu dəyərləndirmə deyil, müəllimlər, diqqətli olun. Bu təhlil mərhələsidir. Aydındırmı? Başqasının fikrini soruşur, başqasının mövqeyini soruşursa, başqasının fikirlərinə əsasən bir fikir əsaslandıracaqsa, o artıq təhlil olacaq. Buna görə biz 2-ni götürməyəcəyik. Çünki bu təhlilə aiddir bu cümlə. 3-ə baxın. Əsərdə müəllif baş qəhrəmana qarşı, əsərdə müəllifin baş qəhrəmana qarşı mövqeyini müəyyənləşdirin. Yenə nə soruşur? Müəllifin mövqeyini soruşur. Mənim mövqeyimi soruşmur ki, müəllifin başqasının mövqeyini mən müəyyənləşdirəcəmsə, bu da təhlildir. Bu da getdi. Baxaq 4-ə. Şah İsmail Xətainin yerində olsaydın, siyasətdə hansı dəyişikliklər edərdin? Nə soruşur? Sizin fikrinizi soruşur. Deyir ki, sən Şah İsmail Xətainin yerində olsaydın, bu siyasətdə hansı dəyişiklik eləyərdin? Məndən fikrimi soruşursa, bu dəyərləndirmədir. Mən burada öz fikirlərimi deyəcəm və öz qiymətləndirməmi, öz münasibətimi bildirəcəm. Buna görə dəyərləndirmə olacaq. Deməli, bizim düzgün variantımız 1 ilə 4 olacaq, müəllimlər. Aydındırmı? Dəyərləndirmə mərhələsinin açar feilləri necə oldu? Yəni, sizin öz münasibətinizi bildirməkdən gedir söhbət. Öz mövqeyinizdən gedir söhbət, müəllimlər. Əgər öz mövqeyiniz, öz münasibətinizi soruşursa, bu dəyərləndirmə mərhələsi olacaq. Baxırıq növbəti sualımıza. Deməli, 2. Müəllim şagirdlərə musiqi dərsindəyik deməli. Qədim qəhrəmanlıq döyüş musiqisi Koroğlu cəngi haqqında məlumat verir. Aha, deməli musiqi dərsidir. Müəllim Koroğlu cəngi haqqında şagirdlərə məlumat verir. Düzdürmü? Daha sonra şagirdlərdən əsərdə əks olunan qəhrəmanlıq ruhu, Koroğlu obrazı və həmin dövrün tarixi hadisələr haqqında fikir bildirmələrini istəyirəm. Düzdürmü? Verilmiş situasiyada biz inteqrasiyanın növünü müəyyən edirik. Burada nə görürük müəllimlər? Musiqi dərsi olduğunu görürük, musiqi dərsi. Musiqi dərsində müəllim nə edir? Tarixlə inteqrasiya qurur. Şagirdlərdən tarixi hadisələr haqqında fikir bildirmələrini istəyirəmsə, nə edirəm? Musiqi dərsində fən biliyimizi möhkəmləndirmək üçün tarixlə əlaqə qururam. Fənlər arası inteqrasiya. Yalnız fənlər arası olacaq. Yadda qalsın. Gəldik, 3-cü sualımıza baxırıq. Müəllim debat iş üsulundan istifadə etməklə, iş üsullarımız var, bilirsiniz, istifadə etməklə şagirdlərdə Bloom idrak taksonomiyasının hansı mərhələsinin inkişafına daha çox şərait yaratmış olur? Diqqət, debat iş üsulunda yadımıza salırıq debatı. Debat iş üsulunda məsələ nədən ibarətdir? Debatda öz mövqeyimiz, öz münasibətimiz var. Üçüncü tərəfi öz mövqeyimizə inandırmaq var. Bir fikir əsaslandırma var, düzdürmü? Fikir əsaslandırmaq, öz mövqeyimizi, öz münasibətimizi bildirmək hardaydı müəllimlər? Dəyərləndirmə mərhələsində. Debat, dəyərləndirmə. Yəni, debat iş üsulundan istifadə etməklə müəllim şagirdləri idrak baxımından dəyərləndirmə mərhələsini inkişaf elətdirir. Aydındırmı? Bu da belə.
Gəldik 4-cü sualımıza. Şagird Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin şəxsi keyfiyyətlərini və siyasi zəkasını qiymətləndirir. Diqqətli olun. Qiymətləndirir yazırsa çaşmaq lazım deyil. Bu şagird neyniyir? Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin şəxsi keyfiyyətlərini qiymətləndirir. Kim? Şagird qiymətləndirir. Şagird münasibət bildirirsə, yenə də dəyərləndirmə mərhələsi olacaq müəllimlər. Yadda qalsın. Sonra gəldik. 5-ci suala baxın. Aşağıda verilmiş ifadənin mahiyyətini dərk edən şagird. Bax, mahiyyətini dərk etməkdən gedir söhbət. Mahiyyətini dərk edən şagirddir. İdraki sahənin hansı mərhələsində ola bilər? Oxuyaq. Düşməninlə dost olana sən də bax bir düşmən kimi. İlan üstə qonal milçək zəhərlidir ilan kimi. Əgər ki, şagird bu misraların Nizami Gəncəvin bu ifadənin mahiyyətini dərk edirsə, idrak baxımından bu şagird bu misraları dərk edirsə, bu misranı o anlamaq mərhələsindədir müəllimlər. Yadda saxlayın. Anlamaq mərhələsindədir. Ümumiyyətcə, burada 5 dənə sualdan 4-ü idrak taksonomiyasına uyğun suallar idi və idraki sahədən müəllimlər hər il imtahana suallar düşür. Və bu tipli suallardan bolca işləmək istəyirsinizsə, əlavə sınaqlar işləmək istəyirsinizsə, kurikulumu A-dan Z-yə nöqtə bə nöqtə asan versiyada öyrənmək istəyirsinizsə, iyun ayının 1-dən başlayan sürət qruplarımıza qoşularaq, imtahana qədər sürətli bir şəkildə həftə içi hər gün dərslərə qoşularaq, canlı dərslərə qoşularaq təkrar edə bilərsiniz, öyrənə bilərsiniz. Bunun üçün burada qeyd elədiyim nömrənin WhatsApp və mobilnisi ilə əlaqə saxlamağınız müəllimlər kifayətdir. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu izah sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, YouTube kanalıma abunə olun ki, həmin kanalda növbəti paylaşımlardan məlumatlı olasınız. Təşəkkür edirəm diqqətiniz üçün.